Əziz Rəbbimiz, dərsimizə xeyir dua ver, tələbələrimizə, dinləyicilərimizə xidmət et, təqdis et bu saatı sənin müqəddəs adından dua edirik. Amin. Əzizlərim, bu günləri 3-cü əhdə baxacağıq ki, Tanrı insanla kəsdi. Bu əhdin adı Nuhun əhdidir. Nuhla bağlanan əhd. Yadınızdadır Nuh? Azərbaycan dilində bizim belə bir sözümüz var. Nuh əyyamından qalmış köhnə yanı. Bu əhd Yaradılış kitabının 9-cu fəsil 11-ci bəndindədir. Əslinə qalsa həmən o parçaya aid 1-ci bənddən 18-ci bəndə kimi Nuh və onun ailəsi ilə əhd bağlanır. Və ilk demək istəyirəm ki, bu əhd demək olar ki, Adəmlə bağlanan əhdin bəzi hissələrini təkrar edir. Ancaq eyni zamanda da yeni şeylər də daxildir, yeni prinsip daxildir. Harada ki, insanın ixtiyarına çox şeylər verilir və belə görünür ki, çalışmalıdır ki, günahı çilovlasın, yəni öhdəsindən gələ bilsin. Adəmin əhd peymanı ilə bu əhd peymanı da şərtsizdir və Tanrının Nuhdan sonra gələn nəsillər üçün məqsədini açıqlayır. Və gəlin baxaq bu əhdə, yazın bunu, Yaradılış 9:11, budur ürəyi bu əhdin. Sizin də öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla, yəni su basqını ilə məhv olunmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək. Amin. 9:11. Əsas fikir su daşqınla yer üzünü viran olunmayacaqdır. Yəni ki, bütün yer üzü su daşqını ilə viran olmayacaq. Bax, əsas məsələ bütün yer üzü. Yəni, baxın, su basqınları olur indi, biz görürük və Nuhun əyyamından su basqınları baş verib. Ancaq onlar lokal, yəni ki, coğrafi yerlərdə, müxtəlif yerlərdə baş verib. Oldu və tam yer üzünü, bütün yer kürəsini basa bilməyib. Oldu və sonra da 12-ci bənddə deyir ki, Rəbb buna əlamət qoyacaq. Gəlin baxaq, çox gözəldir. Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığımın əhdin əlaməti budur. Oldu, nədir? Buludda öz göy qurşağımı qoyuram ki, mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. Oldu, bax, göy qurşağı burada çıxır ortalığa, 13-cü bənddə. 14-cü bənd, mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. Və bu günlərdə indiyə kimi biz görürük. Yağışdan sonra və hətta elə olur ki, buludlar yığışır, heç yağış yağmır, ancaq görürsünüz uzaqda göy qurşağını. Bu xatırlamadır ki, Tanrı deyir ki, bir daha yer üzünü, yəni bütün canlıları daşqına basmayacağım. Oldu, bütün yer üzü məhv olunmayacaq. Bunu qeyd edin lütfən. İlk dəfə bu əhd əslinə qalsa Yaradılış 6-cı fəsildə adı çəkilir, 18-ci bənd. Oxuyaq, orada yazılıb ki, ancaq əhdimi səninlə bağlayıram, sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. Oldu, yəni bu artıq Rəbb buradan qeyd edir bunu. Yəni, Tanrının bütün başqa yaratdığı məxluqdan ki, Tanrı niyyətli idi ki, məhv etsin, Nuh və onun ailəsi nəinki qorunmalı idilər, həmçinin də onlar Tanrının mühafizəsi altındaydı, Tanrı onların qeydinə qalırdı və bu əhdlə möhürlənmişdi. Sual, niyə Nuh? Deməli, yadınızda qalsın ki, bax, 3-cü əhd adlanır Nuhla əhd. Niyə Nuh? Niyə Nuh? Cavab Yaradılış kitabı 6-cı fəsil 8-ci bənddədir. Yazılıb ki, ancaq Nuh Rəbbin gözündə lütf tapdı. Çox gözəl. Onun əməllərinə görə deyil, İbranilərə 11:7, ancaq lütf tapdı. Yəni, Tanrı çox aydın şəkildə göstərir ki,
Nuh imanlı bir şəxs idi. İnanırdı Tanrıya, onun yaradanı kimi, inanırdı hökmran kimi və inanırdı ki, günahdan xilas edən bir kəs var, o da Tanrımızdır. Və Bibliya çox belə dəqiq və çox qıssa deyir ki, Nuh Rəbbin gözündə lütf tapdı. Sual niyə? Çünki fağır adam idi. Özünü fağır tuturdu və ikinci çox vacib sahə ki, biz sonra görürük, 6-cı fəsildə, 7-ci fəsildə, 8-ci fəsildə çox itaətkar idi. Allah bu vacibdir. Tanrı nə deyirdisə, Nuh yerinə yetirirdi. Nə çox sual var idi, nə deyingənlik, nə şikayət qəbul edirdi, etibar edirdi və itaət edirdi. Və 9-cu bənddə bu vurğulanır. Deyilir ki, Nuh salih və nəsil arasında qüsursuz bir şəxs idi. Qüsursuz bir insan idi və sonra da deyilir ki, Tanrının qarşısında gəzirdi, Rəblə bir yol gedirdi. Nə gözəl şəhadətdir bu. İstərdik ki, hər birimizin haqqında belə deyilsin. Hərdən insanlar deyir, maraqlıdır, görəsən bugünkü zamanda, bu dünyada xalqlar arasında Nuh kimi yaşamaq olar, yoxsa yox? Bibliya deyir ki, olar. Çünki Nuhun yaşadığı zamanda hələ o insanlar çox körlanmış, pozğun, kobudlaşmış, zorakılıq. Biz bu haqda danışacağıq. Ancaq baxın, Rəbb qərar verir ki, Nuhla əhd bağlasın. Yaxşı, bəs Adəmlə bağlanan əhd nə oldu? Nə oldu Tanrının o əhdi bağlayandan sonra? Niyə Tanrı qərar verir ki, yeni əhd bağlasın? Nuhla. Baxın, açın zəhmət olmasa Bibliyalarınızı, Yaradılış kitabı 6-cı fəsil və deməli, Adəmlə əhd bağlayandan sonra baxa bilərik, Yaradılış 6.1 deyilir ki, insanlar yer üzündə çoxalmağa başladı. Çox gözəl. Çoxalmağa başladı, Tanrı belə də istəyirdi. Amma 5-ci bənddə deyilir ki, Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur. Yəni, insanlar çoxaldıqca şər əməllər də çoxalmağa başladı. Və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. O, yer üzündə insanların yaratdığına peşman oldu və ürəyində kədərləndi. Heyrətamizdir bu ki, Rəbb kədərləndi ürəyində və indi baxır yer üzünə və başa düşür ki, bu onun ilk yaratdığı kimi deyil. Oldu ki, ilk yaradanda yadınızda da deyirdi ki, bu yaxşıdır. Bu lap yaxşıdır. Oldu. Ancaq indi görür ki, nə qədər şər yayılıb, pis əməllər var. Oldu ki, böyük şər var yer üzündə. Və 6-cı fəsildən 9-cu fəsilə kimi bu kitabda bu o qədər də su basxını haqda deyil, nə qədər ki, əsas fikir kimi xilas edir Rəbdə? Nuhu və onun ailəsini oldu. Və 11-ci bənddə deyilir ki, Tanrının nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı, dünyada zorlukluq da olmuşdu, oldu və 12-ci bənddə də deyir ki, dünyadakı bütün bəşər yolunu azmışdı. Oldu, istəyirəm, bax, bu üç dənəni qeyd edəsiniz. Üç şey qeyd edir Rəbb burada. Tanrının nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı, bu bir. İkincisi, dünya zorakılıqla dolmuşdu, bu iki. Üçüncüsü də 12-ci bənddədir. Dünyadakı bütün bəşər yolunu azmışdı. Oldu. İnsan yolunu azanda pozğunlaşmağa başlayır və sonra da ortalığa zorakılıq çıxır. Yəni, Rəbb bunu görürdü. Bunun üçün də Rəbb qərar verir. Oldu. Yəni, Bibliyanı oxuyanda bunu qeyd etmək istəyərdik. Görürük ki, axırıncı dəfə Tanrı özünü xainə göstərdi. Yadınızdadır. Bu hardasa 9 nəsil əvvəl, Nuhdan əvvəl baş verib. Ola bilər ki, xaindən bəri bu çox uzun müddətdir ki,
Tanrı özünü göstərmirdi, susurdu və bu da ona gətirib çıxartdı ki, insanlar Tanrıdan çəkinmirdilər dahi, qorxmurdular. Oldu Yeşaya 57, 11. Və bu kitabda Yaradılış 6:3 deyir ki, mənim ruhumu insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir, onların ömrü 120 il olacaq. Bir dəqiqə bir bəndə baxaq. Bəli, buradadır 6:3. Əslində qalsa bu bənd deyir ki, nə vaxta kimi insan məni saymayacaq, məndən vaz keçəcək, mənim ruhumdan vaz keçəcək. Oldu, bax, belə. Və insanlar elə yaşayırdı ki, hələ bil ki, o yoxdur. Və bunun üçün də Yaradılış 6:5 deyilir ki, hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlirdi. Yalnızdadır, bu yada salır Romalılara 8-ci fəsil, 6-cı və 7-ci bəndləri. Cismani təbiətə uyan fikirlər ölüm yaradır. Yalnızdadır, 7-ci bənddə deyir ki, Tanrıya qarşı düşməncilikdir. Onun qanuna tabi ola bilmir və ola da bilməz. Yəni, bax, bu cismanilik, yolunu azmaq, pozğunluq oldu. Və bunun üçün də, dostlar, Tanrı Nuh'a deyir ki, sən gəmi tik, sən hazırlaş. 6-cı fəsildə haradasa bir neçə dəfə düzəlt sözü var və ilk deyir ki, sən gəmini düzəlt. Oldu birbaşa. Və Nuh heç vaxt gəmi düzəltməyib. Heç bu gəmi necə görünəcək, necə üzəcək, bu şeylər ona heç məlum deyildi. Ancaq, bayaq dediyimiz kimi, itayətli olduğuna görə, Tanrıya etibar etdiyinə görə, Biblia deyir ki, Nuh Tanrının dediyi kimi etdi. Sual vermədi, müzakirələr oldu. Ancaq onun bütün qüvvəsi, gücü o şeyə istiqamətləndirilmişdi ki, o Tanrının iradəsini yerinə yetirsin. Və belə də etdi. Tanrı necə instruktaj vermişdi, təlimat. Necə təlimat vermişdi, Nuh onun yerinə yetirdi və öz payını, öz hissəsini həyata keçirdi. Və sonra da görürük, çox maraqlıdır. Yaradılış 7:16 deyilir ki, sonra da Rəbb onun arxasınca, gəlin baxaq, 7:16. Onların dalınca Rəbb gəminin qapısını örtdü. Qapını kim örtdü? Nuh örtmədi. Tanrı örtdü. Biz öz hissəmizi yerinə yetiririk, Tanrı öz hissəsini yerinə yetirir. Və sonra su gəlməyə başlayır və biz bilirik ki, neçə müddət su gəlir, doldurur, dağların səviyyəsinə gəlir. Elə ki, Biblia deyir ki, heç bir canlı sağ qala bilmirdi. Oldu. Hətta quşlar da. Quşlar uçur, gözləyirlər ki, bu su haçan qutaracaq, enməyə yer yoxdur, taqətdən düşürdülər suyun içinə və məhv oldular. Oldu. Hətta quşlar da. Və 5 aydan sonra təxminən su basxınının başlamasından sonra deyilir ki, bunların gəmisi dayandı. Oldu. Hiss edirdilər, həmişə suyun üstündədir. Ancaq indi hiss edirlər ki, nəsə möhkəm durub. Oldu və dayanandan sonra da onlar çıxa bilmirdilər. Hələ bir 7 aydan çox vaxt keçməli idi və sonra onlara Tanrı deyir ki, çıxın bayıra. Və bilirsiniz, Nuh da yoxlayırdı, göyərçini göndərdi. Göyərçin gedirdi, fırlanırdı və qayıdırdı. Başa düşürdü ki, oturmağa yer yoxdur hələ, hər yer sudur. Nəysə, onu oxuyarsınız, çox maraqlıdır. Mən sizi ruhlandırıram. İndi bu dərsimizin vaxtı məhduddur, ona görə hər şeyi danışa bilmirik. Əhdən danışırıq əsasən, amma çox maraqlıdır. 6-cı fəsildən 9-cu fəsil daxil olaraq oxuyun. Rəbb Nuh'a deyir ki, çıxın gəmidən və bunu qeyd edin. Ən birincisi ki, Nuh edir, neydi o? Gəmidən çıxan kimi. Tanrıya sitayiş edir. Oldu. Və neyinir orada yazılıb ki, Tanrı üçün qurbangah qurur və yandırır qurbanı tam və bu da ondan danışır ki, mən özümü Tanrıya tam həsr etmişəm. Sonra müqəddəs yazı deyir ki, Nuh Tanrıya məqbul idi. Oldu, Tanrını razı saldı və bunun üçün də Rəbb öz sözünü verir ki, mən daha, gəlin baxaq, 8:21
qurbanı verəndən sonra 21-ci bənddə deyilir ki, Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi. Cavanlığından bəri insan ürəyinin fikirləri həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəm. Bunu yazın. Və Adəmə görə yer lənətlənmişdi, yadınızdadır. Ancaq sonra Tanrı deyir ki, mən başa düşürəm ki, məsələ insanın əməllərində deyil, ancaq deyilir ki, insanın ürəyinin fikirləri həmişə pis olacaq. Olduğu günah daxil olub, pis olmasına baxmayaraq, bir daha yer üzünü lənətləməyəcəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəm. Dünya durduqca Tanrı buna zamindir. Əkin, biçin, isti, soyuq, yay, qış və gecə gündüz sona yetməyəcək. Oldu ta Rəbb gələnə kimi. Yəni buna Tanrı söz verir. Oldu. Daha yer üzünü lənətləməyəcəm insana görə. Dəyişiklik olmalıdır. Harda olmalıdır dəyişiklik? İnsanın ürəyində. Oldu. Rəbb yəni bunu çatdırır bizim hamımıza. Ki yalnız və yalnız həyatımız dəyişir, əgər ürəyimiz dəyişsə. Onun üçün də iman ürəkdədir. Bundan başlanır yeni başlanğıc. Bunu yazın zəhmət olmasa ki, Tanrının xilası təkcə qurtuluşdan ibarət deyil ki, hansısa nəsə gəlir, ölüm gəlir, basxın gəlir, yanğın gəlir və Rəbb məni qurtarır bu məhvdən. Ancaq həmçinin də Tanrının xilası odur ki, yeni həyat verilir. Yeni başlanğıc. Bilirsiniz, Adəmə də yeni başlanğıc verilmişdi. İndi Nuh'a verilir. Və Tanrı Nuh'u bu daşqından qutarandan sonra xeyir-dua verir ona və onu ilə əhd bağlayır və vədlər yenilənir və bunu qeyd edin, bu Nuh'la olan əhdə bəzi hissələr Adəmlə bağlanan əhdlə uyğundur. Çox oxşayır o vədlərə ki, Tanrı, xeyir-dualara ki, Tanrı Adəmə vermişdi. Məsələn, baxın, gəlin açaq Yaradılış 9, 1-dən 3-ə kimi, baxın, nəyi xatırladır bu sizə? Rəbb Nuh'a və onun oğullarına xeyir-dua verib dedi, törəyib, çoxalın və yer üzünü bürüyün. Adəmə də belə deyilmişdi. İndi daha heç kim yoxdur yer üzündə, ancaq bunlar qalıb. Nuh və 3 oğlu oldu və indi bunlardan törənməlidir. Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək, onlar sizin ixtiyarınıza verir. Oldu. Burada bir bazı fərq var. Odur ki, indi heyvanlar insandan qorxacaq. Ancaq yenə də insan ağalıq eləməlidir. Oldu, o hökmrandır. Deyilir ki, sizin ixtiyarınızı verilir. Bütün canlılar da sizə qida olsun. Bu da təzə şeydir. Onların hamısını bütün göy otlar kimi sizə verirəm. Qabaq deyirdi ki, siz göy otları yiyə bilərsiniz. Oldu. Ancaq indi deyilir ki, bütün canlılar da sizə qida olsun. Tanrı insana yenidən imkan verir, yeni başlanğıc üçün. Oldu. Biblia deyir ki, günah Tanrının ürəyini çox kədərləndirdi və bu bəşəriyyətin məhvinə getirdi. Ancaq çox maraqlıdır ki, Tanrının xilas planına bu maneə törədə bilmədi. Tanrı yenə də insanları xilasa dəvət edir. Yenə demək istəyirəm ki, oxşuyur Adəmlə bağlanan əhdə, ancaq fərq var. Heyvanlar insandan qorxur və insan da ehtiyatlı olmalıdır indi heyvanlardan, şir, pələng, aydan, oldu, quduz itlərdən və deyə bilərik ki, heyvan aləmi ilə insan arasında bu saat sülh yoxdur da, etibar eləmir heyvanlar. İnsanlar da gedir ova və yaxud ehtiyatlıdırlar meşələrdə. Və bu o vaxta kimi davam edəcək ki, Tanrının padşahlığı olacaq yer üzündə. Dostlar, qeyd edin ki, bu əhdə nə yeni şeylər qeyd olunur. Birincisi, 9-cu fəsildə 4-cü bənd deyilir ki, indi ət yeyə bilər insan. Ancaq əti onun canı olan qanla birgə yeməyin. Oldu. Bu çox vacibdir. Əti indi yemək olar. Oldu.
Bu vaxta kimi ancaq orada deyilirdi ki, bitkilərlə də yerinə yaradırdısa onlarla. Ancaq indi ət, amma baxın, deyir onun qanını yemək olmaz. Çünki can qandadır. İçmək olmaz o qanı və yemək olmaz o qanı. Və görürsünüz, o xoruzun başını kəsəndə və yaxud quzunu kəsəndə qanını buraxırlar yerə. Bax, elə olmalıdır. Oldu. Və bu haqda düşünün. İkincisi də bu 9-cu fəslin 5 və 6 burada dəyişikliyi var. Əslinə qalsa çox gözəl, konkret deyilir ki, sizin isə qanınız tökülürsə, əvəzini hökmən alacam. Azərbaycanda söz var, qan yerdə qalmaz. Oldu. Rəbb deyir ki, əvəzini alacam. Hər heyvandan hesabınızı alacam. Oldu. Olmaz heyvanları vurmaq səbəbsiz. Həmçinin də insandan, qardaşının canını alan hər kəsdən əvəzini alacam. Oldu. Yəni, bu onu göstərir ki, insan həyatına təcavüz etmək, öldürmək olmaz. Tanrı deyir ki, bu qadağadır. Oldu. Çünki həyatı verən Tanrıdır və bu deməkdir ki, yalnız onun ixtiyarındadır bu həyatı geriyə tələb etmək. Hər hansı bir zaman götürə bilər. Sonra Bibliya başa salır ki, insanın canı onun qanundadır. Levillərə 17, 11 və 12, qanunun təkrarı 12, 23-cü bənddən 25-ə kimi. Və dostlar, bilirsiniz, qan həyatın rəmzidir. Və bunun üçün də qan Tanrıya məxsus olan bir şeydir. Biz qana toxuna bilmərik. Və çox maraqlıdır ki, bizim üçün də İsa Məsih gəlməliydi. Çarmıqda ölməliydi, qanını tökməliydi. Bu qan Tanrını razı salır. Biz qandan qorxuruq. Elə bil ki, biz başa düşmürük ki, qana toxunmaq istəmirik, düzdür. Ancaq maraqlıdır necə qan lazım idi ki, Tanrı bizi qəbul etsin. Yəni, quzu kəsilib, onun qanı tam axıdılmalıydı ki, bu qan əf üçün qəbul edilsin. Biblia deyir ki, bu qan bizi örtür, bu qan bizi təmizlədi günahlarımızdan. Rəbbə məxsusdur bu, onu qəbul etdi. Və maraqlıdır ki, o vaxtlar ovçular ova gedəndə onlar o vurduğu heyvanın qanını tam yerə buraxmalı idilər. Oldu ki, bədəndən tam qan tökülüb, sonra onu Levillərə 17-ci fəsildə deyilir ki, sən onun həyatını buraxmalıydın, canını buraxmalıydın. Oldu. Çox maraqlıdır. Başa düşürük ki, Tanrı qadağa qoyur hansısa insanın qanını axıtmağa, çünki insanın dəyəri böyükdür Rəbb üçün. Dostlar, beləliklə bu Nuhun əhdi və nə görürük burada? Tanrı söz verib ki, daha su daşqını ilə, su basqını ilə yer kürəsini, yer üzünü məhv etməyəcək. Sonra burada görürük ki, necə Tanrı insanın ürəyinə baxır, bu bir. Necə Tanrı axtarır öz salihlərini, qüsursuzlarını, itayətli olan şəxsləri ki, bu insanlar da axtarır ki, Rəbbi razı salsınlar. Sonra görürük ki, necə Rəbb istəyir münasibət olduğu, çünki bu əhd, münasibət əhdidir. Və sonra da görürük ki, necə Tanrı ona iman edənləri qoruyur, xilas edir və yeni başlanğıc verir. Rəbb sağ minnətdarıq bu saata görə. Xeyr, dua ver düşüncələrimizə, səmimiyyətli adla dua edirik. Amin.